Değerli şagirdler, abituriyentler, izləyicilər, bu dərsimizdə Ənvər Məmmədxanların Qızıl Qönçələr əsərindən danışacaq. Nə vaxt bu əsərdən danışmaq istəsəm, elə bilirəm ki, bu Sürəya bala bir daha gözümüzün qarşısında donub dünyasını dəyişir. Bu əsərə həmişə oxumaq, danışmaq mənim üçün çətin olur. Ona görə ki, Azərbaycanda hələ də belə ailələr var, evini qızdıra bilməyən, doyunca yeyə bilməyən, min bir əzab əziyyətin içində qalan, yaşayan ailələr var. Qoca Firuzun evində istiliyin olmamasını hər dəfə burada oxuyanda yadıma deyəndə yaş yadımdan çıxırmı ki, özdə indi də qışdır. Azərbaycandakı soyuq məktəblər yadıma düşür. Soyuq evlər bir tərəfə dursun. Soyuq məktəblər. Məktəblərdə donan və bu əsəri keçən müəllimlər və uşaqlar yadıma düşür. Elə bu gün də bir valideynlə söhbət edirdim. Hər iki uşaq xəstədir. Xəstə olacaq da məktəb var ki, qızdırılmır, qızdırıla bilmir. Lazımı qədər qaz vermirlər, yanacaq vermirlər və o uşaq məktəblərdə təhsil alan uşaqlar vallahi o təhsil almasalar yaxşıdır. Çünki canları xəstə, bədənləri xəstə düşür. Bir qoca ev sahibim var idi, mənim tələb olanda deyirdi ki, qoyun quzu ikən quyruq bağlayar. Uşaq uşaqlığında sağlam olmalıdır. Onun sağlamlığı, uşaqkən sağlamlığını itirmiş hər hansısa bir insanın gələcəkdə sağlam həyat tərzi keçirəcəyi mümkün olmur. Və bu Süreyyanın faciəsindən, elə Qoca Firuzun faciəsindən indi danışaq. Demək, birinci bu Qoca Firuzun ailəsindən burada məlumat verilən hissəni oxuyum. Deyir, bu qoca hambalın nəvəsi, yəni Qoca Firuzun nəvəsi Süreyyadır. O hələ aya qaçıb yeriməyə başlamamış, rütubətli, qaranlıq bir zirzəmdə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdür. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdur. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü. Ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Süreyyanı hələ süddən ayırmamış, öldü. Demək, Qoca Firuz hambal işləyir, Süreyyanı da şikəst Süreyyanı 7-8 yaşları olur. Şikəst Süreyyanı xalça karxanasında toxucu kimi işə qoyublar. Burada çoxlu belə qızlar işləyir, o cümlədən də bu ayaqları işləməyən Süreyya. Bu Süreyya hər gün deməli, atası, babası gedir, hambal işləyir. Oradan nəsə bir qəpik quruş qazana bilirsə qazanır, axşam üstə gəlir, uşağı karxanadan alıb kürəyinə gəlirlər evə. Amma neçə gündür deyir, Qoca Firuz işləyə bilmir, iş olmur, yenə gəlir. Qızını, nəvəsini kürəyini alır gedəndə, uşaq soruşur ki, baba elə bir çox yorumsan, deyir, yox qızım, heç bugün iş görməmişəm. Qız başa düşür ki, babasının yenə pulu yoxdur, səngəkçi dükanı deyilən dükan, yəni balaca çörək pişirilən dükanın yanından keçəndə deyir ki, baba dayan, səngək alaq. Cəmi 2 qranı var idi, bu 2 qranı verir səngəkçiyə, gedirlər evə, evdə bir pendir var. Bir parça pendirdən bu çörəkləri, balaca çörəkləri yeyirlər. Amma deyir, evdə istilik yoxdur. Qoca Firuz uşağın gecə donduğunu, titrədiyini, yorğanın altında titrədiyini görür. Çox bir əlacsız vəziyyətdədir. Eləyə biləcək bir şey yoxdur. Amma üstəgəl bu qız da 1 ildir burada işləyir. Amma deyir, sabahki gün deyir, iş olacaqdı deyir karxanada. Ona görə Firuz biraz ümidliydi. Bu müddətdə Süreyya haqqında bir məlumat verirlər. Deyirlər ki, Süreyya karxanada ən gözəl qönçə toxuyan xalçanın üzərində toxucu idi deyir. Hətta qoca deyir, nəqqaş deyir, həmişə deyir, bu hissəni, qızıl qönçələri toxumağı deyir, bu
uşağı Sürəyyəyə tapşırardı. Elə ona görə əsərin adı da Qızıl Qönçələrdir. Bu gözəl əl işinə görə, o gözəl əl işinin sahibi də biz sonra başına gələnləri görəcəyik. Qoca Firuz dediyim kimi sabahçı günü bu söhbətin bizim bu hadisənin danışılan günü, səhərsi günü kərxanada iş olacaqdı. Ona görə deyir, bugün deyir o Sürəyya kərxana açılmamış, qaranlıq için gətirib qapı ağzına qoymuş, özü bazara getmişdi. Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb, hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olur olsun, bugün heç olmasa bir şələ odunun pulunu qazanmalı idi. Səhər tezdən yük daşınmağa başladı. Qoca Firuz bugün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik vəsəylə çalışırdı. Günortaya yaxın o 50 tay daşımışdı. Bilmirəm, belə ağır iş görənlər olubdumu, belə sürətli iş görəndə və sən qidalanmamış olanda təzyiqin də düşür, şəkərin də düşür. Qanda şəkərin də miqdarı düşür və səndə bir halsızlıq, özündən getmə halına bənzər bir şey yaranır və bu qoca da neçə gün olsa qarın doyusu yemir. Yavan ətbəkdən pendir yemiş qoca. Üstə gəl günortaya qədər 50 tay daşımış qoca. Budur, yenə də növbəti taylardan birini çiyninə alıb ambarın yarı qaranlıq və dik pillələri ilə aşağı inməyə başladı. 200 pillə düşmüş ki, birdən onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpislər yerindən oynadı. O əlini haraysa atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kimsə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O cəld döşündəki kəndiri boşaldıb yükü yerə atmaq istədi, lakin macal tapmadı. Dizləri əsdi, titrədi, ayaqları büküldü və daş kimi ambarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin ardınca aşağıya doğru itələdi. Nəhayət o ambarın kərpiz döşəməsi üzərinə sərildi. Qışqırmağa, araya çağırmağa da macal tapmadı. Aşağıda ambarda işləyən hamballardan ikisi ona tərəf yürüdü, mülkü qaldırıb qozanı çıxartdılar, lakin iş işdən keçmişdi. Həmin günü deyir, axşam qar yağırdı deyir. Uşaqlar, ayaq yalan uşaqlar tələsə-tələsə evlərinə gedirdilər deyir. Sürəyyanın da qızlar qolları üstündə çıxartdılar, lakin Firuz babanı görmədilər. Biraz uşaqlar Sürəyyanın yanında gözlədilər. Hətta təklif edilər ki, kəsəniz oradan evimizə aparaq. Səni bir təhər evə aparaq, evimizə deyəndə evimizə aparaq. Firuz baba da yəqin ki, gələr çıxar. Amma Sürəyya razı olmur ki, babam harada olsa bu saat gələcək, siz gedin, sonra qorxarsınız. Yoldaşları qaranlıq düşdüyünü görərək doğrudan da qorxurdular. Biraz gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında küçədə tək başına gözləməyə başladı. Qar getdikcə şiddətlə yağırdı. İndi soyuq qızın bədəninə işləyir, o titriyirdi. Həllə közünü saxlayırdı, lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı. O əvvəlcə babasını çağırırdı. Səs verən olmadı. Sonra o sadəcə bir nəfər, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı. Artıq dodaqları söz tutdu. Nəhayət bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı. Bəlkə orada darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün ola bilir. Sözsüz ki, soyuqda gözünü yuxu tutdu. Bir də səhər günəşin zəif düşən şüaları dedi, elə bil ona bir gözəl yuxu görməyə şərait yaratdı. Yuxusunda geniş üfüqdə böyük və qızıl bir günəş doğurdu. İndi onun özünün yaşadığı rütubətli qaranlıq zirzəmi də bu günəşin işıqları ilə dolmuş, döşəmə və divarlar onun toxuduğu qızıl qönçəli xallarla döşənmiş və bəzənmişdi. Günəşin şüaları vurduqca onun toxuduğu xalçalar üzərindəki qönçələr bir-bir açılır, onların hər biri bir qızıl gülə dönür. Bunu görən Sürəyya sonsuz bir sevinclə od kimi yanan qönçələrin üzərinə yürür.
Onları qoparmağa ürəyi gəlmir, bir-bir oxşamaq istəyir. Lakin birdən kimsə qolundan tutub bu aləmdən onu kənara çəkməyə başladı. Onun yuxusu dağıldı, gözlərini açdı. Onun qolundan tutub qaldıran karxananın qoca nəqqaşı idi. Səhər işə gələn uşaqlar isə darvaza ağzında onun başına toplaşmışdılar. Qoca nəqqaş onu qucağına alıb içəri apardı. Öz otağında taxt üstündə uzatdı. Qızın gözləri yumuldu. Yarım saat sonra o yarı huşsuz bir halda sayıqlamağa başladı. Harda qalmışdım baba? Bir bax gör, necə gün çıxıb. Bunlar hamısı mənim toxuduğum xalçalar. Qönçələr də mənim. İndi gün vurduqca hamısı bir-bir açılmağa başlamışdı. Bəs sən hardaydın baba? Qoca cəld uşaqlardan birini həkim dalınca göndərdi. Bir saat sonra küçədə fayton atlarının ayaq səsləri eşidildi. Qoca nəqqaş qapı ağzında həkimi qarşıladı, bərabər içəri girib Süreyyanın yatağına yaxınlaşdı. Həkim qızın üzərinə əyildi, bir dəqiqə sonra isə başını qaldıraraq qoca nəqqaşa tərəf döndü. Gecikmişsiniz, dedi. Uşaq keçinmişdi. Qoca nəqqaş diksinib bir addım geri çəkildi, gözləri yaşla doldu. Dönüb pəncərə qarşısına getdi. Kiçik otağının şüşələri qırıq pəncərəsi arxasından bütün karxana onun gözləri qarşısında açıldı. Orada uşaqları səssiz, səmirsiz dəzgahların qarşısında oturmuşlar. Bu gün onların heç birindən səs çıxmır, heç kəs nəğmə oxumurdu. Onların hamısı başlarını aşağı dikib işləyirdi. Qoca nəqqaş qəmli-qəmli ona baxdı. Biraz əvvəl Süreyyanın sayıqladığı sözləri xatırladı. Və indi birdən bu uşaqların hamısı ona günəş gözləyən solğun qönçələr kimi göründü. O köksünü ötürdü və dedi, yox, bu cür davam edə bilməz. O gün gələcək. Günəş doğacaq, qönçələr açacaq. Biz də qoca nəqqaşın öz-özünə dediyi bu sözlərin ümidi ilə yaşayaq. Mən bilən əsərdə təhlil olunacaq, deyiləcək bir söz yoxdur. Uşaqlar var, Süreyya yaşında, karxanada işləyən qoca nəqqaş var, həmişə qızıl qönçələri Süreyyanın toxumasını istəyən, çünki ən gözəl toxuyan o idi. Baba Firuz var, bir də nəvəsi Süreyya. Hər ikisinin acı taleyini, faciəvi taleyini əks elətdirən bir hekayədir. Allah Teala heç bir evə, ailəyə belə bir gün güzaran qismət eləməsin. Gözəl balalar üçün belə əzablı yaşam, belə əzablı talih, acı talih qismət eləməsin. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.